Arthur Conan Doyle. Conan Doyle ikonik dedektiv personaj Sherlock Holmes'un yaratıcısıdır. Sherlock Holmes, onun maceraları. Al Qırmızı Etüd. Birinci hissə. Hərbi tip xidmətinin istefada olan zabit. 6-cı fəsil. Tobias Gregson nəyə qadir olduğunu sübut edir. Ertəsi gün bütün qəzetlər Brixton sirri adlandırılan xəbərlərlə dolu idi. Hər qəzet hadisə ilə bağlı ətraflı məlumat vermiş, bəzi qəzetlərdə isə geniş məqalələr çap olunmuşdu. Oradan mənim üçün yeni olan bəzi şeyləri öyrəndim. Qəzetlərdən kəsib götürdüyüm bəzi məqalələri indiyə qədər saxlayıram. Qeyd kitabçamda isə müəmmalı qətl haqqında məqalələrdən iqtibaslar var. Onlardan bir neçəsinin məzmunu belədir. Daily Telegraph yazırdı. Cinayət tarixində bu cür qəribə şəraitdə baş verən qətl hadisəsi çətin ki tapmaq olar. Öldürülən adamın alman soyadı, cinayətin səbəblərinin aydın olmaması və divardakı məşum yazı. Cinayətin siyasi mühacirlər və inqilabçılar tərəfindən törədildiyini göstərirdi. Amerikada sosialist təşkilatlar çoxdur. Görünür, öldürülən adam onların hansısa yazılmamış qanunlarını pozduğuna görə təqib olunur. Məqalə müəllifi Alman Femgerixdir, yəni orta əsrlər Almaniyasında öz hökmlərini gecə iclaslarına çıxaran gizli məhkəmə. Agua Tofana 1633-cü il Palermo'da Teofania di Adamo adlı bir qadın bu zəhəri içməklə edam olunmuşdur. O zamandan bəri bu zəhər onun adını daşıyır. Komanirlər Brenville Markizi, yəni tamam məqsədi ilə atasını və iki qardaşını zəhərləyib. 1670-ci ildə Parisdə edam edilmişdir. Darwin və Malthus nəzəriyyəsi Redcliffe yolundakı qətl, yəni İngiltərə kriminalistika tarixində ən haküylü cinayətlərdən biri haqqında qısa xatırlatma verdikdən sonra hökuməti ayıq olmağa çağırır və İngiltərədəki əznəbilər üzərində nəzarətin gücləndirilməsini tələb edirdi. Standart qeyd edirdi ki, belə özbaşınalıqlar ancaq liberal hakimiyyətlər dövründə baş verir. Buna səbəb kütlənin qeyri-sabit əhval-ruhiyyədə olmasıdır. Qanuna hörmətsizlik də buradan yaranır. Öldürülən şəxs Amerikalıdır və paytaxtımızda yalnız bir neçə həftə yaşamışdır. O, Camberwelldə, Torquay Terrace'da Madame Charpentier'in pansionunda qalıbdır. Səfər zamanı onun şəxsi katibi Mr. Joseph Stangerson müşahidə edilmiş. Bu ayın 4-də çərşənbə axşamı hər ikisi pansion sahibəsi ilə vidalaşıb və Liverpoola gedən ekspres qatarına minmək üçün Euston vağzalına yollanıblar. Platformada onları bir yerdə görüblər. Bundan sonra yuxarıda deyildiyi kimi vağzaldan bir neçə mil aralıda Brixton Road'da yerləşən boş evdə Mr. Draper'in meyti tapılmayanadək onlar haqqında heç bir məlumat olmayıb. Ora necə gedib çıxmağı və necə öldürülməyi isə hələlik sirr olaraq qalır. Biz sevinirik ki, istintaqı Scotland Yarddan olan Mr. Lestrade və Mr. Gregson aparır. Əminliklə deyə bilərik ki, belə məşhur xəfiyyələrin köməyi ilə bu müəmmanın üstü tezliklə açılacaq. Daily News qəzeti şübhə etmirdi ki, bu siyasi zəmində törədilmiş qətldir. Müstəmləkə hakimiyyətinin depatizmi və onların liberalizmə nifrəti bizim sahillərə çoxlu mühacirlərin gəlməsinə səbəb olmuşdur. Əgər bu adamlar gördükləri zülmlərdən təsirlənməsəydilər, çox yaxşı İngiltərə vətəndaşları ola bilərdilər. Bu insanların ciddi əxlaq kodeksləri var və onların azacıq pozulması ölümlə cəzalandırılır. Mərhumun bəzi xüsusiyyətlərini və vərdişlərini öyrənmək üçün onun şəxsi katibi Stangersonun tapılmasında ciddi səy göstərilməlidir. Scotland Yarddan olan Mr. Gregsonun zəkası və işgüzarlığı sayəsində mərhumun yaşadığı ünvanın müəyyən edilməsi çox mühüm addımdır. Biz bu məqalələri səhər yeməyi vaxtı oxuduq. Bu Holmes'u çox əyləndirdi. Dedim axı, nə olursa olsun Lestrade ilə Gregson həmişə fərqlənir. Bu işin gedişatından asılı olacaq. Nə danışırsınız, bunun heç bir əhəmiyyəti yoxdur. Əgər qatili yaxalasalar, bu yalnız onların səylərinin nəticəsidir.
Əgər qatil qaçıb aradan çıxsa, bu onların ciddi səylərinə baxmayaraq belə olur. Bir sözlə, adı mənim, dadı sənin. Onlar həmişə qazanırlar. Nə etsələr də pərəstişkarları hər zaman olacaq. Fransızlar demişkən, axmaq həmişə axmağı özünə heyran edər. İlahi, bu nə səs-küydür? Dəhlizdə pilləkəndə addım səslərini və sahibəmizin əsəbi etirazlarını eşidib qışqırdım. Bu, Baker Streetin polisinin cinayət axtarış dəstəsidir, deyə Sherlock Holmes ciddi şəkildə cavab verdi. Otağa bir dəstə çox çirkli və cırcındır içində küçə uşağı soxuldu. Fərağat! Holmes sərt şəkildə qışqırdı və 6 avara sıraya düzülüb balaca və çox yöndəmsiz bir heykəllər kimi yerlərində donub qaldılar. Bundan sonra məruzə etməyə yalnız Wiggins gələcək, qalanları isə küçədə gözləsin. Hə, nə oldu Wiggins? Tapdınız? Tapmadıq, ser, uşaqlardan biri dedi. Belə də bilirdim. Tapana qədər axtarın. Bu da sizin maaşınız. Holmes onların hərəsinə bir şillik verdi. İndi isə tərpənin buradan. Gələn dəfə yaxşı xəbərlərlə gəlin. O əlini uşaqlara tərəf yerlədi və onlar Sisovul dəstəsi kimi pilləkənlə aşağı qaçışdılar. Bir dəqiqədən sonra onların qulaqbatırıcı səsləri küçədən eşidildi. Bu, balaca dilənçilər onlarla polisməndən daha xeyirlidir, Holmes dedi. Mundirli adam görən kimi cəmaatın dili quruyur. Bu dəcəllər isə hər yerə soxulub hər şeyi öyrənə bilirlər. Fərasətli millətdir. Onlarda yalnız təşkilatçılıq çatışmır. Siz onların Brixton işi üçün bura yığmışdınız, deyə soruşdum. Bəli, bir faktı dəqiqləşdirmək istəyirəm. Bu yalnız vaxt məsələsidir. Aha, bu saat qisas zəminində baş vermiş cinayət haqqında yeni xəbər eşidəcəyik. Gregson özü buyurub gəlib. Üzünün hər cizgisindən məmnunluq yağır. Zəng dayanmadan çalınırdı. Bir neçə saniyədən sonra sarışın xəfiyyə tullana-tullana pilləkənləri 3 pillədən bir çıxaraq qonaq otağımıza soxuldu. Əziz həmkarım, məni təbrik edə bilərsiniz. Holmesun əlini var gücü ilə silkələyib qışqırdı. Mən məsələni həll etdim. İndi hər şey gün kimi aydındır. Mənə elə gəldi ki, dostumun ifadəli üzündə narahatlıq kölgəsi göründü. Demək istəyirsiniz ki, doğru izə düşmüsünüz? Deyə soruşdu. Nə danışırsınız? İz nədir? Haha, cinayətkarı artıq həbsə atmışıq. Kimdir o? Arthur Charpentier, kral donanmasının kiçik leytenantı. Gregson lovğa-lovğa sinəsini gəlib çöpbuş əllərini ovuşduraraq dedi. Yüngülləşərək dərindən nəfəs alan Sherlock Holmesun sıxılmış dodaqlarına təbəssüm qondu. Əyləşin, bu siqarların dadına baxın, o dedi. Bunu necə bacara bildiyinizi səbirsizliklə öyrənmək istəyirik. Su ilə viski istəyirsinizmi? Etiraz etmirəm, deyə xəfiyyə cavab verdi. Son 2 gündə o qədər yorulmuşam ki, ayaq üstə zorla dayanıram. Əlbəttə, məni fiziki yorğunluqdan daha çox zehni gərginlik əldən salıb. Siz bunu bilərsiniz, Mr. Holmes. Axı biz başımızda işləyirik. Məni çox tərifləyirsiniz, deyə Sherlock Holmes etiraz etdi. Hə, bu parlaq nəticəni necə əldə etdiniz? Xəfiyyə kresloda yerini rahatlayıb siqarını süslədirdi. Birdən əlini buduna çırpıb qəhqəhə ilə güldü. Yox, bilirsiniz maraqlı olan nədir? O bəkdən dedi. Bu axmaq Lestrade elə fikirləşir ki, hamıdan ağıllıdır. Amma yalnız izə düşüb. O katib Stendersonu axtarır. Amma Stendersonun bu işdə hələ dünyaya gəlməmiş uşaq kimi əli yoxdur. Lester isə yəqin ki, onu həbsxanaya basıb. Bu fikir Gregsona o qədər məzəli gəldi ki, gözləri yaşarana qədər güldü. Bəs izə necə düşdünüz? İndi danışaram, doktor Watson. Yəqin bilirsiniz ki, bu aramızda qalmalıdır. İlk çətinliyimiz bu oldu ki, Draper'in Amerikadakı həyatı haqqında necə öyrənək? Başqası bəlkə də elanlara cavab gəlməsini ya da könüllü şahid ifadələrini gözləyərdi. Lakin Tobias Gregson başqa cür işləyir. Cəsədin yanında tapdığımız silindir yadınızdadırmı? Yadımdadır, Holmes dedi. Onun üstündə marka vardı. John Underwood və oğulları. Camberwell Road 129. Gregsonun rəngi tutuldu. Heç ağlıma da gəlməzdi siz buna fikir verəsiniz, o dedi. Mağazaya getdinizmi? Yox. Hə, Gregson rahatlığına gülümsədi. Bizim işimizdə heç bir imkan əldən buraxmaq olmaz.
Hətta ən xırdasını da. Böyük ağıl üçün xırda şeylər olmur. Holmes nəsihət verircəsinə dedi. Əlbəttə, mən Underwoodun yanına gedib, ondan belə bir silindr satıb satmadığını soruşdum. O öz kitabçasına baxıb dərhal qeyd tapdı. O, silindri Torquay Terrace-dakı Charpentier pansionuna Mr. Drebber'i göndəribmiş. Beləcə, onun ünvanını öyrəndim. Həqiqətən zirəhlik etmişsiniz, Sherlock Holmes mızıllandı. Sonra Miss Charpentier'in yanına yollandım, deyə dedektiv davam etdi. Onun rəngi qaçmışdı, görünür çox dilxor idi. Qızı da yanındaydı. Yeri gəlmişkən çox qəşəng qız idi. Gözləri qızarmışdı. Onunla danışdıqda dodaqları titrəyirdi. Əlbəttə dərhal hiss etdim ki, burada nəsə var. Sizə də bu his tanış olmalıdır, Mr. Holmes. Doğru izə düşəndə adamın canına xüsusi soyuqluq çökür. Mən soruşdum. Sizin keçmiş kirayənişin Clevelanddən olan Mr. Drebber'in məmalı ölümündən xəbəriniz var? Anası başını tərpətdi. Görünün söz deməyə gücü çatmamışdı. Birdən qız ağlamağa başladı. Bu zaman mənə aydın oldu ki, bu qadınlar nəsə bilirlər. Mr. Drebber saat neçədə vağzala getmişdi, soruşdum. Anası həyəcanını sakitləşdirməyə çalışaraq qırıq-qırıq nəfəs alırdı. Saat 8-də, deyə o cavab verdi. Onun katibi Mr. Stengerson dedi ki, vağzaldan o istiqamətə 2 qatar yola düşür. Biri saat 9:15-də, digəri isə saat 11-də. O birinci qatarla getmək istəyirdi. Bundan sonra onu görmədiniz? Birdən qadının sifəti dəyişdi. O təbaşir kimi ağappaq oldu və xırıltı ilə zorla yox dedi. Ortalığa sükut çöktü. Birdən qızı aydın sakit səslə dedi. Yalan heç vaxt xeyir gətirmir, ana. Gəlin hər şeyi açıq danışaq. Bəli, biz Mr. Drebber'i bir dəfə də gördük. Allah günahından keçsin. Madam Charpentier qışqırıb əlini əlinə çırpdı və kresloya yıxıldı. Sən qardaşını məhv etdin. Artur özü bizə həqiqəti danışmağı tapşırmışdı. Qız qətiyyətlə cavab verdi. Məsləhət görürəm ki, heç bir şeyi gizlətmədən danışasınız, dedim. Yarımçıq etiraf örtbasdır etməkdən daha pistir. Həm də bəzi şeyləri biz də bilirik. Qoy, bu sənin vicdanına yazılsın, Alisa. Anası bəkdən deyib mənə tərəf çevrildi. Mən hər şeyi sizə danışacağım, Seyir. Elə fikirləşməyin ki, oğlumun bu dəhşətli qətllə əlaqəsi var deyə narahatam. Onun heç bir günahı yoxdur. Mən yalnız ondan qorxuram ki, o sizin və bəlkə də başqalarının gözündə rüsvay olacaq. Hərçənd bu da mümkün deyil. Onun şəffaf vicdanı, əqidəsi, bütün həyatı buna zamindir. Yaxşısı budur, hər şey olduğu kimi danışın, dedim. Əmin ola bilərsiniz, əgər oğlunuzun bu işdə əli yoxdursa, ona heç nə olmayacaq. Alisa, xahiş edirəm bizi tək burax, anası dedi və qız otaqdan çıxdı. Mən susacaqdım, ancaq bir halda ki, zavallı qızım məsələni açdı, başqa əlac yoxdur. Əgər qərar vermişəmsə, hər şeyi ətraflı danışacağam. Bu ağıllı hərəkətdir, deyə razılaşdım. Mr. Drebber 3 həftəyə yaxın bizim pansionda qalıb. O və onun katibi Mr. Stengerson Avropaya səyahətə çıxmışdılar. Çamadanların üstünə Kopenhagen etiketi yapışdırılmışdı. Yəqin elə birbaşa oradan gəliblərmiş. Stengerson sakit və təmkinli adam idi. Amma onun ağası təəssüf ki, başqa cür xasiyyətli idi. Mr. Drebber'in pis vərdişləri vardı. Özünü çox kobud aparırdı. Onlar gəldikdən sonra elə ilk axşam o içib sərxoş oldu. Düzünü desəm, ümumiyyətlə günortadan sonra ayıq olmurdu. O qulluqçularla mazaqlaşır və özünü açıq-saçıq aparırdı. Ən dəhşətlisi də o idi ki, biraz sonra qızım Alisa ilə də bu cür rəftar elədi. Ona elə sözlər deyirdi ki, xoşbəxtlikdən Alisa məsumluğundan bunları anlaya bilmirdi. Bir dəfə lap həddini aşdı. Qızımız qucaqlayıb öpdü. Hətta şəxsi katibi də buna dözməyib, ədəbsiz hərəkətinə görə onu danladı. Amma siz nədənsə bunlara dözürdünüz, deyə soruşdum. Axı, istədiyiniz anda kirayənişinlərinizi qova bilərdiniz. Gördüyünüz kimi sual çox təbii idi. Amma Mrs. Charpentier özünü itirdi. Allah şahiddir ki, elə sabahçı üçün onlardan imtina edə bilərdim, o dedi. Amma çox tamahkarlıq etdim. Ax, onların hər biri günə 1 funt verirdi.
Bu isə həftəyə 14 fond edirdi. İlin bu vaxtında belə kirayənişinlər tapmaq çox çətindir. Özüm dolam, oğlum da donanmada xidmət edir. Bu isə çox pul aparır. Gəlirimdən imtina etmək istəmirdim. Buna görə də bacardığım qədər dözdüm. Amma onun son hərəkəti məni özümdən çıxardı. Tələb etdim ki, otaqları dərhal boşaltsınlar. Buna görə də çıxıb getdi. Bəs sonra? Onlar getdikdən sonra yüngülləşdim. Oğlum indi evdədir, məzuniyyətə çıxıb. Bunları ona danışmağa qorxdum. Özündən tez çıxır. Bacısını da çox istəyir. Qapını onların arxasınca bağladıqdan sonra sanki çiynimdən böyük yük götürüldü. Əfsus bir saat keçməmiş zəng çalındı və mənə xəbər verdilər, Mr. Draper qayıdıb. Özünü çox ədəbsiz aparırdı. Görünür, o ki var içib gəlmişdi. Qızımla oturduğumuz otağa soxuldu və güya qatara gecikdiyi barədə qaranlıq sözlər danışıb deyindi. Sonra Alisaya tərəf dönüb, mənim yanımdaca qızıma onunla getməyi təklif etdi. Siz artıq böyük qızsınız, o dedi. Qanunla sizə heç kim heç nəyə qadağan edə bilməz. Çoxlu pulum var. Qoca ananıza fikir verməyin. Elə indicə gedək mənimlə. Əsl Hersoginya kimi yaşayacaqsınız. Yazıq Alisa qorxdu. Qaçmaq istəyirdi ki, Draper onun əlindən tutub qapıya tərəf dartdı. Mən çığırdım. Elə bu zaman oğlum Artur içəri girdi. Sonra nə olduğunu bilmirəm. Yalnız acıqlı lənətlər və vurnuxma səsləri eşidirdim. Elə qorxmuşdum ki, gözlərimi açmağa cürət etmirdim. Nəhayət başımı qaldırıb gördüm ki, Artur əlində taxta ilə qapının ağzına dayanıb gülür. Düşünürəm bizim gözəl kirayənişinimiz daha buralarda görünməz, o dedi. Çıxım küçəyə görüm orada nə edir? Artur şilyapasını götürüb çıxdı. Səhərsə öyrəndi ki, Mr. Draper naməlum şəxs tərəfindən öldürülüb. Danışdıqca Mrs. Charpentier gah tövşüyür, gah da içini çəkirdi. Bəzən elə olurdu ki, danışmırdı. Elə astadan pıçıldayırdı ki, sözləri çətinliklə ayırt edə bilirdim. Amma onun dediklərinin hamısını stenoqrafik olaraq yazmışam ki, sonralar anlaşılmazlıq olmasın. Çox maraqlıdır. Holmes əsnəyərək dedi. Yaxşı, bəs sonra? Mrs. Charpentier sustu, deyə xəfiyyə sözünə davam elədi. Bu zaman anladım ki, hər şey bir məqamdan asılıdır. Ona diqqətlə baxdım. Belə baxışların qadınlara xüsusi təsir etdiyini çox görmüşəm. Və soruşdum ki, oğlu evə nə vaxt qayıdıb? Bilmirəm, dedi. Bilmirsiniz? Yox, onun açarı var, özü qapını açır. O gələndə yatmışdınız? Bəli. Bəs nə vaxt yatmağa uzanmışdınız? 11-ə yaxın. Deməli, oğlunuz 2 saata yaxın evdə olmayıb? Bəli. Bəlkə də 4 ya 5 saat? Ola bilər. Bütün bu vaxt ərzində o nə edib? Bilmirəm, dedi. Və onun rəngi elə qaçdı ki, hətta dodaqları da ağardı. Əlbəttə, bundan sonra deməyə daha bir söz qalmamışdı. Leytenant Charpentier'in harada olduğunu öyrəndim. Özümlə 2 polis götürüb onu həbs etdim. Onun çiyninə toxunub sakitcə bizimlə getməsini tələb edəndə həyasızcasına soruşdu ki, siz yəqin şübhələnirsiniz ki, bu əzraf Draperi mən öldürmüşəm. Hərçənd qətl hadisəsi barədə bir kəlmə belə danışmamışdıq, deyə bu çox şübhəli göründü. Çox, deyə Holmes təsdiqlədi. Onun yanında taxta vardı. Anasının sözlərinə görə Draperi bununla qovmuşdu. Yoğun, ağır bir dəyənək seyir. Sizcə qətl necə baş verib? Bu cür, o Draperin arxasınca Brixroad'a qədər gedib. Orada yenə dava düşüb. Charpentier bu dəyənəklə Draperi vurub. Çox güman ki, qarnından və o dərhal keçinib. Bədənində də heç bir iz qalmayıb. Yağış yağırdı. Ətrafda heç kimsə yox idi. Beləcə Charpentier öz qurbanını boş evə sürüyüb. Şam, döşəmədəki qan, divardakı yazı və üzük isə vur tut istintaqa çaşdırmaq üçün olan hilələrdir. Afərin, Holmes bəkdən dedi. Doğrudan da Gregson, siz böyük uğurlar qazanırsınız. Yaxşı gələcəyiniz var. Mən də özümdən razı qaldım. Deyəsən işin öhdəsindən pis gəlməmişəm. Və xəfiyyə fəxrlə cavab verdi. Cavan oğlan öz ifadəsində bildirir ki, o həqiqətən Draperin arxasınca gedib. Amma Draper onu görən kimi kebə minərək qaçıb.
Şarpandiye deyir ki, evə qayıdarkən güya donanma yoldaşı ilə rastlaşıb və onlar uzun müddət gəzişiblər. Lakin dostunun harada yaşadığını söyləyə bilməyib. Mənə elə gəlir ki, burada hər şey qeyri-adi dərəcədə üst-üstə düşür. Amma Lestrade ki, Lestrade. Onun yalnız izlə getdiyini fikirləşən kimi məni gülmək tutur. Budur, özü də gəldi. Bəli, doğrudan da Lestrade qapının ağzına dayanmışdı. Söhbət vaxtı onun addım səslərini eşitməmişdik. Bəs Lestrade'in özünə inamı, adi ədəbazlığı harada qalmışdı? Üzündə pərtlik və təşviş vardı. Əzilmiş paltarı isə palçığa batmışdı. Görünür, Sherlock Holmes'la nəyisə məsləhətləşməyə gəlmişdi. Amma öz həmkarını görüb karıxmış və məyus olmuşdu. Otağın ortasında dayanıb, əsəbi halda şlyapasını didişdirirdi. Sanki nə edəcəyini bilmirdi. Görünməmiş hadisədir, nəhayət dilləndi. Anlaşılmaz, dolaşıq işdir. Doğrudan mı Mr. Lestrade? Gregson loğalığa dedi. Sizin bu qənaətə gələcəyinizə qətiyyən şübhə etmirdim. Bəs katibi Mr. Joseph Stengersonu tapa bildinizmi? Mr. Joseph Stengerson, deyə Lestrade ciddi səslə cavab verdi. Bugün səhər 6 radələrində Holiday mehmanxanasında öldürülmüşdür. 6-cı fəslin sonu.